Salam dostlar, necəsiz? Ümid edirəm ki, yaxşısınız və yaxud nə edirsiniz, yaxşı olmağa çalışırsınız. İnşallah yaxşı olacaqsınız. Dünənki çıxışımdan sonra görürəm ki, mənim sözümü təsdiqləyənlər çoxdur. Aldanılanlar çoxdur. İndi mənə WhatsApp-ım dayanmır, yazırlar. Bəlkə dünənlər heç çoxuna cavab verməmişəm və Allah'a vaxtım olmur deyə. Yazılar 7 başa artıq. Ona görə bir mən vaxtım olanda, axşamlar olur vaxtım. Təbii ki, hamısına cavab verəcəm. Narahatçılığa heç bir səbəbi yoxdur. Mən sizi düz başa düşürəm. Siz də istəyirsiniz canınızı qurtarasınız bu xəstəlikdən, çıxarsınız depressiyadan. Bilirsiniz, depressiv insanlar müxtəlifdir. Bilirsiniz, biri var məişət depressiyaya düşmüş insanlar, məişət problemlərindən və ya sosial problemlərdən, hansı bir olaylardan düşürlər, stres yaşayırlar, depressiya yaşayırlar. Onlarla danışmaq, məsələn, elmi dildə mümkündür. Yəni, amma nevrozlarla elmi dildə danışmaq bir balaca işləmir. Nəyə görə işləmir? Nevroza düçar olan insanların əksəriyyəti aşağı təbəqəli insanlardır. Yəni, belə vəzifəllər, imkanlar heç vaxtı bu hala düşmürlər. Anlatabildim mi? Redka halda olur. O da bunların irsi faktoru var. Amma əksəriyyəti hansı bir uşaqlıq dövründən, kasıbçılıqla, filanla, döyülmələrlə, söyülmələrlə, atılmalarla və s. Bu cür insanlar böyüyürlər və gəlirlər bu nevroz halına gətirib çıxırlar. Onlarla yəni öz dillərində danışmaq lazımdır. Vaxtı ümumiyyətlə nevrozlar çox xoş deyir ki, onların dilində danışasan. Onu başa düşəsən, onu dinləyəsən, ona göstərişlər verəsən və istiqamətli düz aparasan, düz işləyəsən ondan, onu başa düşdüyü kimi işləyəsən. Elmi dildə yox, elmi dildə o başa düş. Qabaq mən elmi dildə işləyirdim. Məsələn, mən ev tapşırığı verəndə mətin göndərirəm, blanklarda ABC sxemi, psixologlar bilə göndərirdim. Məsələn, bunların doldurduğu suallarına cavab ver, filan bəsməkən və s. Bunlar onu başa düşmürlər. Gün ərzində adamın vaxtı da gedir. Anlatabildim mi? Dəqiqə başı doktor, məsələn, onlar psixoloqa da doktor deyir, hamısına doktor deyirlər də, fərq eləmir, bir canlı qutarsın. Yazır ki, burada başa düşmədiyim bir şey oldu, yəni filan məsələn. Gördüm ki, bunlar işləmir, yəni vaxt çox aparır və xəstə özü də onu başa düşmür. Elələri var, məsələn, ikinci dəfə soruşmağa utanır, anlatabildim mi? İkinci dəfə soruşursa, üçüncü dəfə soruşmağa utanır, anlatabildim mi? Gələk psixolog onları tam başa düşsün. Məsələn, elə bir, mənim öz başıma gələn bir şeydir. Bir cərrahı işim düşmüşdü. Bir dəfə zəng vurdum, ikinci dəfə mənim vaxtım yoxdur, iş vaxtı zəng vuram, nə bilim, neyini gördüm ki, belə şeylər deyil. Adamlar, hatta mən demədim, biz həmkarıq, yəni tip sahəsindəyik, söz demədim və mən o cərrahla tamamilə qurtardım işimi. Çünki belə insanlarla işləmək çox çətindir. Timboli nevrozlar elə şeyi xoşlamırlar. Bir dəfə iki də, nəyi yığırsan məni, yazma, nə bilim filan, belə acılamaqla o xəstələr heç vaxt biraz da usuliyyət olunur, biraz da dərinləşir onun yarası, anlatabildin mi? Onlarla öz dilində xoş danışırsan, sən onu başa düşürsən. Timboli mən özüm də 15 ildir daha rahat özüm bu sahəyə, bu xəstəliyin ucbatından gəlmişəm, anlatabildim mi? Yəni, mən onları çox yaxşı başa düşürəm. Onlar bir dənə saman çöpü axtarırlar, çıxsınlar, sən də onu acılayırsan, bir dəfə sualına cavab verirsən, ikinci dəfə acılayırsan, üçüncü dəfə o artıq ya sənlə bitirir işini, ya da ki, səni acılayır, sənlə neysə əlaqəni kəsir və yaxud qalır belə o sağalma metodu deyil. Bizim məqsədimiz sizin sağalmağınızdır, tamam mı? Bütün dünya indi bu dəqiqə mətn üzrə onlayn seanslar keçilir. O daha yaxşıdır. Bir neçə psixologlarımız da var, o işləyirlər. Mənim də çox xoşum gəlir. O çox yaxşı bir şeydir. Yəni, həm ucuz başa gəlir, aylıq paketdir, həm rahat olur xəstə,
həm sualları evində oturub, suallar var, hansı ki sualları sənə cavab axtarır, tapır, o üzbəüz oturanda məsələn dərhal tapa bilmir və yaxud tapanda da nəsə bir sualın cavab olaraq deyim, vaxt gedir. Anlata bildimmi? Və tələskənliyə düşürkən mən tutam seansına 70 manat, 100 manat pul vermişəm. Mən nə sualım var, bu günləri buna verməliyəm. Anlata bildimmi? Orada qarışıq olur. Xəstə ondan sağala bilmir. O həm özünü aldadır, həm də biz də yalancı çıxmış oluruq. Yəni psixoloqlar özləri də. Ona görə mətn üzrə qurulub bu dəqiqə bütün dünyada mövcuddur, psixologiyada mətn üzrə bunu onlayn şəkildə keçirmək sxemlə mətn üzrə keçirmək mümkündür. Yəni bizdə də bu var. Kim istəsə faydalana bilər. Çox yaxşı olar. Bütün suallarınıza cavab verəcəyik. Danışıqlarımız olur. Mən məsələn xəstələr bilir, məni tanıyanlar, mən onlarla danışanda mən həftədə bir dəfə xəstələrimlə konsultasiya aparıram. Yəni həftədə bir dəfə şkalada oluruq. Mən bal yəni baxıram ki, neçə bal bu irəliş var bunda. Anlata bildim. Düşüncələrinə baxıram, sual intellektinə baxıram, dünya baxışına baxıram. Hamısına detal. Onu xəstə hiss eləmir, bizə lazımdır o. Mən artıq hiss eləyirəm. Sabahları xəstə deyəndə ki, yox, mən kar eləmədim, mən sırası bilirəm ki, bu yalan sözdür. Və yaxud hiss eləyirəm ki, buna daha başqa cür yanaşmaq lazımdır. Çünki bu xəstəyə bu sxemlə işləmək yaramır, tamam mı? Yəni bu biraz uzun məsələdir. Psixologiyanın kim əslində ən ağır sahədir bu. Kim baxır ona elə belə deyir, psixoloqdur da, o elə boş şeydir, boş çənənliyir, ancaq danışır. Yox, anlata bildimmi? Bu dəhşətli bir şeydir. Yəni cərrah deyir ki, cərrah ancaq bir şey öyrənib sonra kəssin, doğrasın, tiksin və yaxud məsələn terapevt deyir ki, bilsin ki, qaraciyərdə nəsə varsa, mədədə nəsə varsa, bu dərmanları, indi dərmanlar problem deyil, yəni oxuyursan firmalarda da, oxuyursan və soxuşdurursan, görürsən, görməli bu dərman kar eləyəcək, eləməyəcək, o bunu kar eləyəcək, eləməyəcək, yəni bunlar hamısı yüngül bir şey, amma psixologiyada belə bir şey yoxdur. Anlata bildim mi? Psixologiya çox dərin məsələdir. İnsanın özü ilə işləyirsən, insanın nə bilim, hər cür insan, timboli nevrozlarla işləmək çox çətin məsələdir, çox terpeniya istəyir, çox güc tələb eləyir, vaxt tələb eləyir, anlata bildimmi? Bir nəfərlə danışsan, ona görə onlayn daha sərf eləyir mətn üzrə olunanda. Çünki o yazır, sən də haradasa vaxt tapan kimi 5 dəqiqə, 3 dəqiqə cavab verirsən bir hamısına, qaydasına qoyursan. Yoxsa sənin dəqiqə başı xəstədir, narahatdır, pul köçürdür, ixtiyarı da var. Dəqiqə başı yığır səni. Doktor filan şey necə oldu? Doktor filan şey belə mən başa düşmədim. Doktor filan şey filan elədim, belə nəfəsim belə oldu. Bəs məhkəmə bunları bir izah eləmək lazımdır, əgər boynuna götürürsənsə, tamam mı? Deməyim odur ki, yəni şarlatan, nə bilim, çakraları açırıq, dünənki mövzumuz, ekstrasens deyilirəm, əl sürtürəm, nə bilim, gipnoz, nə bilim, gipnoterapiya. Biz də gipnoterapiya eləyirik, amma o nəyə görə eləyirik? Biz özümüzə lazımdır, o psixologiyada lazım olan bir şey lazım olur arada. Farmaterapiya özü də lazım olur, bir dövsən göndəririk, tamam mı? Ona görə də seçimi düz eləmək lazımdır. Heç bir belə şarlatan insanlar var, mən fikir verirəm, aparat gətiriblər hardansa, o Sovet dövrü o vaxt mövcud idi, artıq indi o işləmir. Azərbaycanda tapılıb və onu reklam edirlər ki, güya gəlirsən, o aparat sənə deyir ki, haranda hansı xəstəlik var, cəmaət gedir 80 manat, 100 manat var, həmən aparata girmək üçün очередdir. Anlata bildimmi? Yəni bunlar hamısı şarlatan şeylərdir, pul qazanc yeridir. Aldanmayın, yazıqsız, özünüzə yaxşı baxın, qidalanın, yiyin, için. Hələ mənə bir dənə sualıma cavab verin. Nevrozdan kim çox çəki atıb? Məsələn, nevroz kök olub, nevroz stres vaxtı depressiyadan sonra 10 kilo, 15 kilo vəs atıb. Varmı içinizdə belələri? Sualıma bir dənə cavab verin, gözləyirəm. Öpürəm, özünüzdən müğayət olun, sağ olun.